Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammed ve ali Muhammed. Allahumma accil veliyyekel fərəc. Məkasib kitabından 369-cu dərsi oxuyuruq. Bildiyiniz kimi sehridən bəhs edirik və alimlərimiz sehrə müxtəlif təriflər dedilər, onları oxuduq və bugün də həmən bəhsin davamını edirik. Mərhum Şeyx Murtəza Ənsari buyurdu: və ma zəkərəhu min vücuhi sehr bəzuha qəd təqəddəmə anil iza və bəzuha qəd zəkərə fîmə zəkərəhu fil ihticac min hədisi zindiq əlləzi səələ Əba Abdillah aleyhissalam ən məsailin kəsirə. Buyurur və ma zəkərəhu. Zəkərəhunun faili kimdir? Yəni Allamə-i Məclisi. Biz axırıncı dərsimizdə Allamə-i Məclisinin sehrə verdiyi tərifi və o haqda söylədiyi sözləri oxuduq. Mərhum şeyx də ona işarə edir. Buyurur və ma zəkərəhu, o ki Allamə-i Məclisi zikr elədi, min vücuhi sehr, sehrin vəclərini, sehrin qollarını 8 cürə sehr oxuduq. Buyurur, bəzuha qəd təqəddəmə ənil iza. Əllamənin sehrə zikr elədiyi o qolların bəzisi İzah kitabında keçdi. Yəni Fəxrül Muhaqqiqin İzah kitabında qeyd eləmişdi. Və bəzuha qəd zəkərə fîmə zəkərəhu fil ihticac. Bəziləri isə mərhum Təbərisi ihticac kitabında zikr edibdi. Min hədisi zindiq. Zindiqin hədisində. Yəni bir nəfər zindiq, kafir İmam Sadiq əleyhissalamdan sual elədi və İmam Sadiq əleyhissalam cavab verdi. Həmən hədisi mərhum Təbərisi nəql edib və orada sehrin bəzi növlərini zikr edib. Əlləzi, o zindiqi ki, səələ Əba Abdillah aleyhissalam, İmam Sadiq əleyhissalamdan sual elədi, ən məsailin kəsirə, çoxlu məsələlərdən. Bəs bəziləri də, sehrin bəzi növlərində bu hədisdə zikr olunub, bu hədisdə deyilib. Məsələn, o məsaili kəsirədən, o çoxlu məsələləri ki, o zindiq İmam Sadiq əleyhissalamdan soruşdu, onlardan bəzisi budur. Biri məsələn budur. Ma zəkərəhu beqovlihi. O zindiq bu sözü ilə zikr elədi. İmam Sadiqə dedi, əxbirni ənis sehr ma əsluhu. Həzrətə dedi ki, mənə xəbər ver, sehrin əsli hardandır? Bu sehr necə oldu, vücuda gəldi? Və keyfə yəqdiru sahir əla ma yusəf min əcaibə və ma yəfəlu. Və necə olur ki, sahir, o ki vəsf olunur, insana təəccüb gətirən şeylərdən, ki sahir ona qadir olur və ma yəfəlu və o qüdrəti hardan tapır? O gücü hardan tapır ki sahir gəlir bu işləri görür? Bunu
İmam Cəfəri Sadiq əleyhissalamdan sual elədi. Qalə Əbu Abdillah əleyhissalam. İmam Sadiq əleyhissalam o zindiqin cavabında buyurdu. İnnə sehrə əla vucuhin şətta. Həzrət buyurdu ki, həqiqətən sehr müxtəlifdir. Vucuhin şətta, yəni qismləri müxtəlifdir və parakəndə qismləri var. Bir neçə cürdür sehr. Yəni sehr bir dənə əməl deyil. İnnə sehrə əla vucuhin şətta. Vucuhi şətta, yəni əqsam qismləri müxtəlifdir və müxtəlif qismlərə aid olur. Minha, məsələn, o sehrin növlərindən, qismlərindən biri budur. Ve mənziləti tibbin mənziləsindədir. Yəni sehrin növlərindən biri tibb mənziləsindədir. Necə tibb mənziləsində? Buyurur, Kəma ennəl ətibba vəzəu likulli dain dəvaən və kəzalikə uləma'u sehr ihtalu likulli sihhətin afətən və likulli afiyyə ahətən və likulli məna heylətən. Həzrət buyurdu ki, sehrin bir növü elə tibb kimidir. Necə ki, tibb alimləri hər dərd üçün bir dənə dəva qərar veriblər. Hər xəstəlik üçün, hər dərd üçün bir dəva, bir dərman qoyublar. Və həmçinin sehr eləyən alimlər də hər səhhət üçün bir dənə afət qoyublar. Və hər afiyyət üçün də bir dənə səhhət qoyublar. Hər məna üçün bir dənə hiylə eləyiblər. Yəni onlar da tibb alimləri kimi bu formada inkişaf eləyiblər və hərəkət eləyiblər. Bu sehrin bir növü. Və novun axər minhu və sehrin digər bir növü. Xitfətun və surətun və məxariqun və xiffətun. Burada 4 dənə söz deyir Həzrət. Bu 4 dənə söz elə hamılıqda bir mənanı daşıyır. Müntaha bu kəlmələr niyə deyilib 4 dənə? Deyir, buna deyirlər ətf-i təfsiri. Ətf-i təfsiri budur ki, yəni birinci söz, ikinci söz məna eləyir. İkinci sözü, üçüncü söz məna eləyir. Üçüncü sözü, dördüncü söz məna eləyir. Yəni, bu vavlar ətf vavlarıdır, qrammatik baxımından bir söz qabaqdakı sözün təfsir eləyir. Digər söz ikinci sözü təfsir eləyir. Dördüncü söz üçüncü sözü təfsir eləyir. Hamılıqda bu 4 dənə sözün mənası sürət deməkdir. Yəni, sahir elə bir işi görür sürətlə, bizdə göz bağlayıcı deyirlər, elə bir sürətlə əməl eləyir ki, insanlar onu görə bilmirlər və nəticədə də bu hiləyə sehirbaz, sehr eləyən əl atır və insan ipi elə fırladır ki, onu ilan kimi göstərir. Yəni, bu sürətlə olan bir şeydir. Belə deyək, sehrin ikinci növü Həzrət buyurdu sürətdir. Yəni, sehr eləyən sürətlə bir iş görür, tərəfi Allah'dır. Və nov'un minhu və sehrin digər bir növü ma yəxuzuhu avliya-i şeyatin minhum. Budur ki, şeytanın dostları şeytandan öyrənirlər. Yəni, o insanlar ki, şeytanlarla durub otururlar, şeytanın dostlarıdırlar, şeytanlardan bu sehri öyrənirlər. Necə ki, bizim qədim Azərbaycanımızın müxtəlif bölgələrində belə bir söz işlədərdilər.
filan kəs 7 il, 10 il gedib cinlərlə qalıb, cinlər onu aparıblar və cinlər onu buraxandan sonra filan işləri görə bilirlər. Bu da sehrin bir növüdür. Ma ya'xuzuhu avliya'u şeyatin minhum ki, şeytanın dostları şeytanlardan müəyyən əməllər öyrənirlər və onların öyrədiklərin gəlirlər insanlar içində tətbiq eləyirlər və təbii ki, əsər qoya bilirlər. Həzrət belə cavab verdi o zindiqə. Qalə, o zindiq ikinci sualı verdi imamdan. Fəmin əynə əliməş şeyatin əs-sihr. Həzrətdən sual elədi. Bəs şeytanlar sehri hardan öyrəniblər? O şeytanlar sehri hardan biliblər ki, gəlib öz ovliyalarına öyrədirlər? Qalə, İmam Sadiq əleyhissalam o zindiqə cavab verdi. Min heysu əliməl ətibba ət-tibbə. Şeytanlar sehri o yerdən öyrənirlər ki, necə təbiblər öyrənirlər. Təbiblər tibbi hardan öyrənirlər? Şeytanlar da sehri oradan öyrənirlər. Həzrət izah elədi. Təbiblər hardan öyrənirlər? Bəzuha be təcrübətin. Məsələn, həkimlər, təbiblər hardan bilirlər bu elmi? Bəziləri təcrübə ilə bilirlər. Bilirlər ki, bu dərmanı filan dərd üçün yazanda bu şəfanı tapır. Və bəzuha be əlacin, bəziləri isə neynir? Əlac eləməklə, bir dərdə, bir xəstəlikə müalicə eləməklə öyrənirlər. Şeyatin də belədir. Sehri müəyyən əməlləri eləyirlər təcrübə əsasında. Təcrübə əsasında bilirlər ki, filan işi belə eləyəndə filan hadisə baş verir. Məsələn, filan sözü deyəndə insanda filan hadisə baş verir. Necə təbiblər təcrübə ilə, əlac eləməklə tibbi bilirlər, şeytanlar da bunu təcrübə eləməklə, əlac eləməklə sehri öyrənirlər. Həzrət bu sualın da cavabını belə verdi. Hələ hədis davam eləyir. İnşallah gələn dərsimizdə davamını oxuyarıq. Elhamdülillahi Rabbil aləmin.